Müminlərin əmiri Həzrəti Əli əleyhissalam bu hədisində qeyd edir ki, ümid etdiyin şeydən çox, ümid etmədiyin şeyə ümidin olsun. Bir də qeyd edirəm, Əli əleyhissalam buyurur ki, ümid etdiyin şeydən çox, ümid etmədiyin şeyə ümidin olsun. Və Əli əleyhissalam davamında misallar vurur, hədisində misal vurur. Çünki Musa əleyhissalam ailəsi üçün od axtarırdı, alov axtarırdı, alov axtarmağa çıxıb, Allahla söhbət edib geriyə peyğəmbər olaraq döndü. Yəni, ümidi oydu ki, geçsin, od tapsın, gətirsin, amma Allahla söhbət edib peyğəmbər olaraq geriyə döndü. Səba hökümdarı vətənindən çıxmışdı, Həzrəti Süleyman vasitəsilə iman gətirərək belə deyə geri döndü, iman gətirdi. Fironun sehirbazları izzət üçün meydana çıxmışdı, mömin olaraq döndülər. Yəni, heç biri ümid etdiyi şeylə nəticələnmədi, amma hamısı daha xeyirlisinə, belə deyək, nəticələndi. Daha xeyirlisi onlar üçün nəticələndi. Ona görə də bu hədis bizə başa salır ki, ümid anlayışını biraz genişləndirmək lazımdır. İnsan yalnız planladığı şeyə ümid eləməməlidir. Ümid birincisi Allaha olmalıdır. Allahın xeyirli bildiyi şeydən ümid eləmək lazımdır. Çünki Allahın lütfü çox vaxt gözlənilməyən yerdən gəlir, gözləmədiyin yerdən gəlir, gözləmədiyin qapıdan gəlir. Allah Teala Quran-ı Kərimdə nə buyurur? وَيَرْزُقْهُ مِنْ حَيْسُ لَا يَحْتَسِبْ Biz ona gözləmədiyi yerdən ruzi verərik. Ona görə Həzrəti Əli əleyhissalam buyurur ki, ümid etdiyin şeydən çox, ümid etmədiyin şeyə ümidin olsun. Çünki Həzrəti Musa əleyhissalam getmişdi ailəsi ilə, çıxdı qabağa biraz gəldi ki, bir od tapsın, qaranlıq idi. فَلَمَّا آتَاهَا نُودِيَ يَا Musa deyir, o zaman Musa əleyhissalam həmin yerə yetişdikdə nida olundu ki, ey Musa, Allah tərəfindən ona nida olundu. Gözlənilməyən bir hal baş verdi. Musa əleyhissalam od üçün çıxmışdı. Səba hökümdarı, Bilqeys dillərdə elədir. Rabbi inni zalamtu nefsi. Onun adından Quran-ı Kərimdə onun sözləri keçir. Rabbi inni zalamtu nefsi. Ey Rabbim, mən özümə zülm eləmişəm. Və əsləmtu ma'a Süleymana lillahi rabbil alamin. Mən də Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum. Belə deyək də dünyanın bir zirvəsində idi, gəldi neynədi? İmanın zirvəsinə keçdi. Həzrəti Süleymanın belə deyək inancına, tək Allahlıq inancına keçdi. Sehirbazlar Həzrəti Musa əleyhissalamın vaxtında Firon tərəfindən keçdilər ki, Həzrəti Musa əleyhissalamı məğlub eləsinlər. Aya baxsaz nədir? Onlar səzdəyə qapıldılar, məğlub oldular, səzdəyə qapıldılar. Onların da sözü var Quran-ı Kərimdə. Əmənnə bi Rabbi Musa və Harun. Biz Musanın və Harunun Rəbbinə iman gətirdik. Ona görə buyurur ki, bəzən ümid etmədiyin şeyə ümidin olsun. Allah Teala Quran-ı Kərimdə ümumi bir qanunu qoyub, ümumi bir prinsip qoyub ki, وَعَسَى أَنْ تَكْرَهُ şeyən və huvə xayrun ləkum. Ola bilər bir şeyi xoşlamırsınız, o sizin üçün daha xeyirli olar. Ola bilər bir şeyi xoşlayırsınız, o sizin üçün xeyirli olmaz. Ona görə də insan Allahın planını istəməlidir. Allahın təqdirini istəməlidir ki, görə Allah bizim üçün nə istəyir? Mən bu yolu getmək istəyirəm. Görəsən Allah bunu istəyir, istəmir. Mən o dar düşüncəmlə bu şeyi belə bu cür nə görürəm? Amma görəsən həqiqətən bu cür nədir? Bu xeyirlidirmi? Mən bu yolla getmək istəyirəm. Görəsən mənim aqibətim burada xeyirlidirmi yoxsa yox?
Bir misal vuracağım, gözümüzün qabağındadır. Bizim bir dostumuz var, Ayaz, tanıyarsınız da Ayaz qardaşımızı. Keçən dəfə maşınla gəlmişdi. Maşını burada dükkanın qabağında saxlayırdı. Mən dedim ki, orada saxlamaqdansa məscidin yanında ən təhlükəsiz yer buradır. Düz birinci yer yoxdur, qapıdan çıxan ki birinci yer. Orada saxlasan, mənə görə ən təhlükəsiz yer oradır. Ondan bir gün sonra idi, yoxsa 2 gün sonra idi, gəldi nə oldu? Qəza baş verdi orada. Bir maşın 3 maşını vurdu, elə həmin yerdə. Mən düşünürdüm ki, ən təhlükəsiz yer oradır, amma nə oldu? Ən təhlükəli yerə çevrildi. Ona görə bizim düşündüyümüz başqa bir şeydir. Allahın gördüyü, Allahın təqdir etdiyi başqa bir şeydir. Ona görə də bəzən ola bilər ki, gözləmirsən. Kim gözləyir ki? Nəmrud gözləyirdi ki, balaca bir miçək onun axırına çıxar. Gözləmirdi. Firon gözləyirdi ki, sular onun axırına çıxar. Gözləmirdi. Gözləsəydi o suya daxil olardı mı? Gözləmirdi. Həzrəti Yusuf əleyhissalamın qardaşları gözləyərdi, xəyallarına, fikirlərinə gələrdimi ki, bir vaxt quyuya atdıqları qardaşları Misirdə onların qarşısına çıxar? Gözləmirdilər. Amma Allahın təqdiri, Allahın planı biraz fərqlidir. Ona görə deyirlər ki, bəşər plan qurar, mələklər ona neyər? Gülər ki, sən plan qurursan, Allahın planı, Xaliqin planı fərqlidir. Ona görə də hədis bizə, mən sonunda bir daha təkrar edirəm, hədis bizə başa salır ki, göstərir ki, sənin ümidin əsas odur ki, Allaha olsun. Ümid eləyərkən də, ümid edən zaman, ümidin olmadığın şeyə daha çox ümidin olsun. Ümidin olduğu şeydənsə, ümid etmədiyin şeyə daha çox ümidin olsun. Allah Teala da bizi daim Allaha ümid eləyənlərdən, Allahdan olan xeyrə ümid eləyən şəxslərdən qərar versin, bizi həqiqi möminlərdən qərar versin. Amin, amin, amin ya Rabbal aləmin.